Bugün böyük günahlar barəsində danışmaq istəyərdim. Nəql edilib ki, Əmr bin Übeyd adlı bir nəfər İmam Sadiq əleyhissalamın yanına daxil oldu. Salam verib əyləşdikdən sonra bu ayəni tilavət etdi. Əllezîne yectenibûne kebâiral ismi vel fevâhiş. Yəni o kəslər ki, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər. Sonra sükut etdi. İmam Sadiq soruşdu: "Səni nə susturdu?" Əmr dedi: "İstəyirəm böyük günahları Allahın kitabından tanıyım." İmam buyurdu: "Olsun ey əmir. Böyük günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allah Taala Maidə surəsinin 72-ci ayəsində buyurub: Allaha şərik qoşana Allah şübhəsiz ki, cənnəti haram etmişdir. Ondan sonra Allahın rəhmətindən ümidini üzməkdir. Çünki Allah Taala Yusuf surəsinin 87-ci ayəsində buyurub: Həqiqətən Allahın rəhmətindən yalnız kafir qövm ümidini üzər. Daha sonra Allahın məkrindən arxayın olmaqdır. Çünki Allah Əraf surəsinin 99-cu ayəsində buyurub: Allahın məkrindən, yəni tədbir tökməyəcəyindən yalnız ziyana uğrayan qövm arxayın olar. Böyük günahlardan biri də ağ valideyn olmaqdır. Çünki Allah Məryəm surəsinin 32-ci ayəsində ağ valideyn olanı lovğa və bədbəxt qərar vermişdir. Həmçinin Allahın haram etdiyi bir nəfsi, yəni canı haqq olmadan öldürməkdir. Çünki Allah buyurub, onun cəzası içərisində əbədi qalacağı cəhənnəmdir. Ta ki ayənin sonuna qədər. Ha belə iffətli, yəni namuslu qadına zina iftirası atmaqdır. Çünki Allah Taala Nur surəsinin 23-cü ayəsində buyurub, onlar dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab var. Həmçinin yetimin malını yeməkdir. Çünki Allah Taala Nisa surəsinin 10-cu ayəsində buyurub, onlar qarınlarına ancaq od yeyirlər və tezliklə yandırıb yaxan alova girəcəklər. Ha belə döyüş meydanından qaçmaqdır. Çünki Allah Ənfal surəsinin 16-cı ayəsində buyurub, daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla kim belə bir gündə özününkilərə arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. O necə də pis dönüş yeridir. Ha belə ribaxorluqdur. Çünki Allah Taala Bəqərə 275-də buyurub, riba yeyənlər şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Həmçinin sehirdir, yəni sehirlə məşğul olmaqdır. Çünki Allah Taala Bəqərə 102-də buyurub və əlbəttə bilmişdilər ki, onu, yəni sehri satın alan kimsə üçün axirətdə heç bir pay yoxdur. Həmçinin zina etməkdir. Çünki Allah Furqan 68 və 69-da buyurub, bunu edən şəxs onun cəzasını görəcək. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində xar olub əbədi qalar. Həmçinin günaha batıran antdır. Yəni yalan yerə qəsdən ant içməkdir. Çünki Allah Taala Ali İmran 77-də buyurub, həqiqətən də Allah ilə olan əhdlərini və antlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Digəri əmanətə xəyanətdir. Çünki Allah Ali İmran 161-də buyurub, əmanətə xəyanət edən kimsə qiyamət günü xəyanət etdiyi şeylə gələr. Ha belə vacib zəkatı verməməkdir. Çünki Allah Tövbə 35-də buyurub və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq. Həmçinin yalan şahidlik etmək və şahidliyi gizlətməkdir. Çünki Allah Bəqərə 283-də buyurub, kim onu, yəni şahidliyi gizlədərsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Ha belə məst edici içki, xamr içməkdir. Çünki Allah onu qadağan edib, necə ki, bütpərəstliyi də qadağan edib. Ha belə namazı qəsdən tərk etmək və ya Allahın vacib buyurduğu şeylərdən birini tərk etməkdir. Çünki Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurub, kim namazı qəsdən tərk edərsə, artıq Allahın və Resulullahın zimmətindən, yəni himayə və qorumasından çıxmış olar. Digəri əhd peymanı pozmaq və qohumluq əlaqələrini kəsməkdir. Çünki Allah Taala Rə'd 25-də buyurub, onlar üçün lənət və pis yurt var. Bu əsnada əmr hönkürtü ilə ağlaya-ağlaya çıxdı. Bu əsnada deyirdi, həlak oldu o kəs ki,
öz rəyi ilə söz dedi və sizinlə fəzilət, elm mövzusunda çəkişməyə çalışdı. Əmr ibn Übeyd Mü'təzilə məktəbinin alimlərindən biri idi. Elə düşünürdü ki, imam da elə onun özü kimi şəxsi rəyə əsasən fikir bildirir. O əslində imamı sınamaq istəyirdi. Buna görə də imam ona Qurandakı ayələrə əsaslanaraq cavab verdikdə o Həzrətin təsiri altına elə düşdü ki, nəzarətsiz şəkildə ucadan ağlamağa başladı və dedi ki, həlak oldu o kəs ki, dində öz rəyi ilə danışdı və sizinlə fəzilət və elmdə çəkişməyə çalışdı. Qurandakı bir sıra ayələr göstərir ki, günahlar iki qismə bölünür. Birinci qism Quranın kəbəir, yəni böyük günahlar adlandırdığı günahlardır. İkinci qismi isə Quranın ləməm və ya seyyiəh adlandırdığı günahlardır və məqsəd o günahlardır ki, birinci qismə nisbətən daha az əhəmiyyətə malikdirlər. Hərçənd ki, öz mahiyyətinə görə onlar da bəyənilməyən əməllər sayılır və Allah Taala onları da qadağan edib.